Yenidən xoş gördük, əziz və dəyərli izləyicilərimiz. Anons elədiyim kimi studiya qonağımız olacaq və zamanın tələbi olan bir məsələni müzakirə edəcəyik. Elektronlaşmadan bəhs edirəm və əgər bir ölkədə elektronlaşma, süni intellektin tətbiqi prioritet hesab olunmursa, o qlobal səviyyədə böyük risklərlə üz-üzə qala bilər. Amma Azərbaycanda bu sahədə çox böyük konsepsiyalar icra olunmaqdadır. Məlum olduğu kimi, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və verilən tapşırıqlara əsasən rəqəmsal inkişaf üzrə fəaliyyət planı təsdiqlənib. Qarşıdakı 3 il üçün rəqəmsallaşma, süni intellekt, kiber təhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret yol xəritəsi müəyyən olunub. İyunun 29-da isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası dövlət başçısının bu sahədə verdiyi tapşırıqların icrasının nəticələri geniş müzakirə olunub. Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən iclasda səslənən məsələlər ümumilikdə dövlətin bu sahəyə verdiyi önəmin göstəricisidir və Azərbaycan rəqəmsal inkişaf sahəsində regionun aparıcı dövlətlərindən birinə çevrilməyi qarşısına hədəf qoyub. Bəli, geniş müzakirəmiz olacaq. Qonağımızı təqdim eləmək istəyirəm. Şahin Əliyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədr müavini. Xoş gəlmişsiniz Şahin müəllim studiyamıza. Səfa gətirmişsiniz səhərin bu çağında. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Qeyd elədiyimiz kimi, indi artıq süni intellektsiz, rəqəmsallaşma, elektronlaşma olmadan hər hansı bir məsələləri tənzimləmək indi bir qədər müşkül məsələyə çevrilib. Amma ölkəmiz bu sahədə geniş nailiyyətlər əldə edib. Mən istəyirəm ki, bundan danışaq. Sizə bu istiqamətdə bir neçə sualım olacaq. İcazənizlə suallarımızı ünvanlayım. Demək, cari ilin fevral ayında ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olundu və bunun davamı olaraq Rəqəmsal İnkişaf Şurası yaradıldı. İstəyirəm ki, şuranın yaradılmasının əsas məqsədindən və onun fəaliyyətindən və prioritetlərindən bəhs eləyəsiniz. Çox sağ olun suala görə. İlk öncə onu qeyd etmək istəyərdim ki, Azərbaycanda son illərdə ümumiyyətlə rəqəmsal inkişaf sahəsində ciddi inkişaf müşahidə olunur və Azərbaycan dünyanın inkişaf etmiş ölkələri, ən qabaqcıl ölkələrinin praktikasını da nəzərə alaraq, özünə uyğun olaraq, milli prioritetlərə uyğun olaraq müxtəlif strateji sənədlər qəbul etmişdir. Bunlara biz misal olaraq rəqəmsal inkişaf konsepsiyasını, milli süni intellekt strategiyasını, informasiya təhlükəsizliyi və kiber təhlükəsizliyə dair milli strategiyanı, rəqəmsal iqtisadiyyat strategiyasını və digər vacib strateji sənədləri qeyd edə bilərik. Və bütün bu strategiyaların əsasında ölkədə vacib təşəbbüslərin icrası zəruridir və bu səbəbdən də bütün bu sənədləri özündə birləşdirən, strateji baxışı, missiyanı, vizyonu özündə birləşdirən yeni bir sənədin, proqramın təsdiq olunmasına zərurət görüldü və bu səbəbdən də Cənab Prezidentin 27 fevral tarixli fərman və sərəncamı əsasında dediyiniz kimi 3 illik fəaliyyət planı təsdiq olundu və şura formalaşdırıldı. Həmin şurada fəaliyyət planının icrası ilə bağlı bütün məsələlər koordinasiya olunur və sizin də qeyd etdiyiniz kimi 29 iyun tarixində hörmətli Mehriban xanımın iştirakı ilə, rəhbərliyi ilə ilk görüş keçirildi və 27 fevral tarixindən bu günə qədər görülmüş işlər müzakirə olundu. Ümumiyyətlə, fəaliyyət planının icra mexanizmi haqqında orada müzakirələr aparıldı. Qeyd edim ki, artıq bu proqramın icra edilməsi ilə bağlı müasir, daha çevik idarə etmə modeli tətbiq olunubdur və bu günə qədər hansı işlərin görüldüyü, sizin də qeyd etdiyiniz kimi, xüsusilə süni intellektin ölkəmizdə geniş tətbiqi burada müzakirə olan əsas mövzulardan biridir və təbii ki, bütün bu işlərin həyata keçirilməsi üçün həm insan kapitalının inkişaf etdirilməsi, infrastrukturun daha da təkmilləşdirilməsi, qanunvericiliyin uyğunlaşdırılması və müasir tələblərə uyğun şəkildə yenilənməsi ilə bağlı geniş müzakirələr aparılmışdır. İstərdim ki, Şahin müəllim, siz müzakirələrdən bəhs elədiniz. Bəs qəbul edilən qərarlar, yeni qərarlardan söhbət gedir. Ölkənin rəqəmsal inkişaf gündəliyinə necə təsir eləyəcək? Burada bir neçə istiqamət mövzudur. Sizin də qeyd etdiyiniz kimi ilk olaraq
rəqəmsal inkişaf istiqamətidir. Bu deməkdir ki, həm dövlət sektorunda, özəl sektorda və ümumiyyətlə cəmiyyətdə rəqəmsallaşma ilə bağlı işlər həyata keçirilməlidir. Dövlət idarəçiliyində bütün proseslərin və xidmətlərin tam şəkildə rəqəmsallaşması və bütün xidmətlərin vahid bir pəncərədən, platformadan, MyGov üzərindən vətəndaşlara təqdim edilməsi, o xidmətlərin daha çevik olması, avtomatlaşdırılması və proaktiv şəkildə təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda vətəndaşlarla yanaşı bizneslər üçün bu xidmətlərin tam şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur və vətəndaşların bu sahədə bilik və bacarıqlarının artırılması, süni intellekt və digər müasir texnologiyalardan daha effektiv istifadəsinin təmin edilməsi nəzərdə tutulur ki, bu da özlüyündə ölkə iqtisadiyyatının tam rəqəmsallaşmasına və inkişaf etməsinə təkan verəcəkdir. Şahin müəllim, qeyd elədiniz, sadaladınız elektronlaşmanın, süni intellektin, milli süni intellektin tətbiqi və ondan istifadəyə dair. Bəs bu istiqamətdə işlər necə həyata keçirilir? Nə mənada sual verirəm? İnsanlar artıq rahatlıqla elektron variantlardan istifadə edə bilirlərmi? Yəni, texnoloji imkanları Azərbaycan xalqı asanlıqla mənimsəyə bilirmi? Çünki çox sürətli keçid eləmişik bir dövlət olaraq biz. Bu yeni texnoloji imkanlar da uzun müddətin, ötən illərə xas olan bir şey deyil. Yeni tətbiqdir və Azərbaycan çox sürətli şəkildə keçid eləyə bildimi? Sevindirici haldır ki, vətəndaşlar və biznes tərəf, həm də dövlət sektorunda yeni texnologiyaların sürətlə inkişafı müşahidə olunur və bu yaxınlarda OpenAI şirkəti, yəni ChatGPT-nin qurucusu olan şirkət tərəfindən bəyan edilir ki, Azərbaycan dili ChatGPT platformasında ən sürətli inkişaf edən dildir. Bu deməkdir ki, Azərbaycan segmentində daha çox istifadəçilər bu platformaya müraciət edir və günü-gündən daha çox istifadə edildiyi üçün Azərbaycan dili həmin platformada böyüməkdədir və həm də onu göstərir ki, Azərbaycanda bu kimi yeni texnologiyaların istifadəsi çox sürətli şəkildə artır. Yeri gəlmişkən, fəaliyyət planındakı növbəti əsas istiqamət isə elə məhz süni intellekt istiqamətidir. Rəqəmsallaşma baş verdikdən sonra orada yeni məlumatlar, rəqəmsal formada məlumatlar yanar və təbii ki, bu məlumatların əsasında da süni intellekt həlləri formalaşır və hal-hazırda Azərbaycanda həm süni intellekt həllərinin tətbiqi ilə bağlı infrastruktur formalaşmışdır və dövlət qurumlarında ilkin olaraq hansı təşəbbüslərin icra ediləcəyi, xüsusilə səhiyyə sektorunda və təhsil sektorunda icra ediləcək yeni layihələr müəyyənləşdirilmişdir və onların icrasına başlanılmışdır. Fəaliyyət planında nəzərdə tutulan yalnız bir dəfə prinsipi, dövlət xidmətlərinin göstərilməsi prosesi necə dəyişəcək və bu yanaşmanın əsas üstünlükləri nədən ibarət olacaq? Təsəvvür edin ki, vətəndaş və yaxud da ki, biznes bir dövlət xidmətinə müraciət edəndə müəyyən məlumatlar təqdim edir. Və ikinci dövlət xidməti ilə bağlı dövlət qurumuna müraciət etdiyi zaman o məlumatlar bir hissəsi təkrar ondan tələb olunur, sənədlər şəklində və yaxud da ki, digər formada. Üçüncü, dördüncü, təkrar vətəndaşdan məlumatlar tələb olunur və bu isə onun həyatını daha da çətinləşdirir. Biraz yorucu olur. Bu səbəbdən rəqəmsal platformalarda, dövlət informasiya sistemləri və ehtiyatlarında əgər məlumat mövcuddursa, onların təkrar istifadəçilərdən tələb edilməməsi ilə bağlı bir prinsipdir, qanunvericilikdə təsbit olunubdur. Bu isə həm vətəndaşın rahatlığı, həm də xidmətlərin tam avtomatlaşması, eləcə də dövlət sektorunda vətəndaşlar və digər istifadəçilər tərəfindən əldə edilən məlumatların daha keyfiyyətli olması ilə nəticələnir. Həmçinin daha sürətli. Təbii ki. Siz MyGov platforması haqqında ümumi məlumat verdiniz. Bir də istəyirəm bir qədər də onu xüsusiləşdirək. Yaxın dövrdə hansı yeni xidmətlərin və funksionallıqların istifadəyə verilməsi planlaşdırılır MyGov platformasında? Mən düşünürəm ki, artıq Azərbaycanda MyGov haqqında yəqin ki, eşitməyən olmaz. Bugün artıq 3 milyon yarımdan çox istifadəçi olan bir platformaya çevrilibdir və bizim məqsədimiz bütün dövlət xidmətlərini həmin platformada birləşdirmək, dövlət və vətəndaş arasında vahid kommunikasiya kanalına çevirməkdir və sevinç ilə deyə bilərəm ki, bugün artıq bu baş verib. Vətəndaş bütün dövlət qurumlarına həmin platforma üzərində müraciətlərini ünvanlaya bilir. 400-dən çox xidmətə müraciət edə bilir və xidmətlərin əksər hissəsi proaktiv şəkildə, eyni zamanda həyat hadisəsi əsasında
təqdim edilir. Həyat hadisəsi o deməkdir ki, vətəndaşın həyatında baş verən vacib anlara uyğun olan xidmətlər hansılardırsa, onlar sadələşdirilmiş şəkildə rahat olaraq həmin vətəndaşlara təqdim edilir. Məsəl üçün, valideyn olmaq həyat hadisəsini biz götürsək, orada uşaq dünyaya gəldikdə artıq valideyn təbrik edilir və ondan sadəcə uşağın adının, soyadının seçilməsi tələb olunur. Digər bütün proseslər tam avtomatlaşmış şəkildə baş verir və nəticədə vətəndaş həm şəhadətnaməni elektron qaydada ala bilir, həm də ki, uşağın dünyaya gəlməsi ilə bağlı müavinəti tam rəqəmsal formada əldə edilmiş olur. Çox sistemli şəkildə bu proses baş verir, əlavə zaman etkisinə, uzunçuluğa ehtiyac olmur. Yəni, dövrün bu tələblərini Azərbaycan dövləti çox funksional şəkildə yerinə yetirə bilir. Tam olaraq bu şəkildədir və növbəti mərhələdə biz dövlət qurumlarının bu günə qədər hazırlamış olduğu bütün mobil tətbiqlərin və platformaların bu MyGov platformasında birləşdirilməsi nəzərdə tuturuq. MyGov Biznes artıq hazırlanıbdır. Biznes üçün bu platformanın istifadəyə verilməsi nəzərdə tutulur və vətəndaşlar üçün daha da çox fayda yaradacaq yeni xidmətlər nəzərdə tuturuq. Həmçinin sizin bayaq qeyd etdiyiniz kimi yeni texnologiyalar, bilik və bacarıqların aşılanması, vətəndaşlara cəmiyyətə çatdırılması ilə bağlı işlər həyata keçiriləcək. Çünki yeni nəsil, belə deyim də, 21-ci əsrin bu texnoloji imkanlara daha çox mənimsəyə bilirlər. Amma yaşlı təbəqə bir qədər bu axsama, geridə qalma olur. Bax, onların da maariflənməsi həyata keçirilirmi? Çünki belə olmadıqda onlar texnologiyadan, müasir texnologiyadan istifadə edə bilmədikdə hər hansı bir kiberdələduzların da qurbanına çevrilə bilirlər. Bu çox tez-tez baş verən bir məsələlərdir. Bax, buna qarşı mübarizə tədbirləri hansı istiqamətdədir? İstəyirəm belə bir sual da qoyaq. Dediyiniz məsələ ilə bağlı vacib bir prinsip var. Heç kimi geridə qoymamaq. Bəli. Və belə olan halda isə xüsusilə yaşlı olan vətəndaşları da biz nəzərdə tuturuq. Bunun üçün biz həm Bakıda, həm regionlarda mütəmadi olaraq vətəndaşlarla görüşlər keçiririk. Vətəndaş təcrübəsi laboratoriyası adlandırdığımız bir layihəmiz var. Elə bu yaxınlarda Gəncədə bu layihə çərçivəsində vətəndaşlarla görüşlər keçirilmişdir və MyGov-dan istifadə zamanı onların təcrübəsi hansı şəkildədir, nələr onları qane edir, nələrin daha da təkmilləşdirilməsini istəyirlər, hansı yeni xidmətlərin bu platformada əks olunmasını istəyirlər. Biz bu məlumatları vətəndaşdan topladıqdan sonra müvafiq dövlət qurumları ilə birlikdə onların ehtiyaclarına uyğun şəkildə yenidən dizayn etmək, təkmilləşdirməklə bağlı işlər görürük. Eyni zamanda həmin vətəndaşlara biz mütəmadi olaraq daha da çox məlumatlandırma, maarifləndirmə xarakterli tədbirlər həyata keçiririk. Şahin müəllim, fəaliyyət planda nəzərdə tutulan məsələlərə bir də qayıtmaq istəyirəm. Rəqəmsal İnkişaf Şurasının iclasında növbəti hansı tapşırıqlar ki verildi orada və onun sürətli həyata keçirilməsi tələb olunur? 4 istiqamət qeyd etmişdik. Rəqəmsallaşma, kiber təhlükəsizlik, innovasiya və süni intellekt. Bu istiqamətlərlə bağlı müəyyənləşdirilmiş prioritet təşəbbüslərin icrasının sürətləndirilməsi tapşırığı var. Süni intellektlə bağlı infrastrukturun genişləndirilməsi, məlumat hövzəsinin formalaşdırılması və bütün xidmətlərin sürətli şəkildə rəqəmsallaşdırılması, eləcə də bütün dövlət qurumları tərəfindən rəqəmsal inkişafla bağlı vahid yanaşma əsasında yol xəritələrinin hazırlanması, onun icrasının həyata keçirilməsi ilə bağlı əsas prioritet istiqamətlər müəyyənləşdirilir. Qeyd edildiyiniz kimi süni intellekt dövlət idarəçiliyinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu istiqamətdə daha hansı işlər görülür, ilk praktik nəticələr hansı sahələrdə özünü göstərəcək? Bu gün artıq MyGov-da vətəndaşlar süni intellekt əsaslı botu istifadə edə bilərlər və növbəti mərhələdə biz planlaşdırırıq ki, agent əsaslı xidmətlər istifadəyə veriləcəkdir. Süni intellektin agentic government adlandırıldığı bir yanaşması var. Bu o deməkdir ki, insan iştirak etmədən prosesdə tam avtomatlaşacaq və vətəndaş dövlət qurumları və dövlət xidmətləri ilə bağlı bütün işlərini bu yanaşma əsasında rahatlıqla əldə edə biləcəklər və biz düşünürük ki, bu fəaliyyət planının icrası əsnasında Azərbaycan
müvafiq yanaşmanı ən uğurlu tətbiq edən ölkələr arasında olacaqdır. Həmçinin dövlət qurumları arasında da bu imkanlardan geniş şəkildə istifadə artıq əvvəlki kimi hər hansı bir telefonla əlaqə saxlamaq və mesaj yazmaq kimi bir e-mail göndərmək, yəni ki, bir qədər arxada qalacaq, daha sistemli şəkildə olacaq. Bəli, bu gün artıq belə həllər tətbiq olunur. Biz ilkin sınaqları keçirmişik. Məsəl üçün, sizin dediyiniz kimi vətəndaş müraciəti, əgər vətəndaş zəng edirsə, ona artıq süni intellekt cavab verə biləcəkdir. Bu isə günün istənilən saatında xidməti təmin edilməsi ilə nəticələnəcəkdir və eyni zamanda dediyim kimi dövlət qurumlarında proseslərin daha da optimallaşdırılması ilə bağlı müxtəlif layihələr icra edilir və o layihələr arasında bu gün səhiyyə sektorunda, məsəl üçün biz müəyyənləşdirmişik və ya təhsil istiqamətində müəyyənləşdirilib. Təhsil sahəsində bir misal çəkə bilərəm ki, hər kəsə daha keyfiyyətli təhsil xidmətlərinin əlçatan edilməsi üçün artıq süni intellekt özü müəllim kimi çıxış edə biləcək və ucqar kəndlərdə belə şagirdlər o həllərdən istifadə edərək daha çox məlumatlar əldə edə biləcək, daha yeni müasir tələblərə uyğun materialları öyrənə biləcək. Yəni, əlçatanlıq bütün istiqamətlərdə rahat olacaq. Sonda həyata keçirilən bu islahatların Azərbaycanın rəqəmsal inkişafına, iqtisadi rəqabətliliyinin artırılmasına və regionda texnoloji liderliyinin möhkəmlənməsinə hansı töhfələr verəcəklə bağlı da istəyərdim ki, fikirlərinizi əsaslandırasınız. Bu gün artıq Azərbaycan rəqəmsal inkişaf sahəsində çox inkişaf etmiş ölkələr arasındadır. Bunu biz Birləşmiş Millətlər Təşkilatının elektron hökumətlə bağlı hesabatlarında da görə bilərik və fəaliyyət planının icrasının nəticəsində biz dünya ölkələri arasında liderlərdən birinə çevriləcəyik və artıq biz trendləri müəyyənləşdirən bir ölkəyə çevriləcəyik, o deməkdir. Və eyni zamanda iqtisadi inkişafa təkan verəcəkdir. Artıq Azərbaycan rəqəmsallaşma, innovasiya sahəsində daha da çox ixrac edən bir ölkəyə çevriləcəkdir. İnsan kapitalının inkişafı nəticəsində həm ölkədə, həm ümumiyyətlə region bazarında bizim mütəxəssislər müxtəlif qlobal şirkətlərdə işləmək imkanı əldə edəcəklər. Bu isə ölkədə, həm regionlarda, həm Bakıda daha çox yeni biznesin, yeni texnologiyalar əsasında fəaliyyət göstərən bizneslərin, innovativ xidmətlərin istifadəyə verilməsi ilə nəticələnəcək. Qeyd etdiyiniz kimi, rəqəmsallaşmanın inkişafı təkcə ölkə daxilində deyil, xarici mühitdə də öz təsirlərini göstərmiş olacaq. Böyük dediyiniz kimi, digər dövlətlərin dövlət qurumları ilə, holdingləri ilə və müəyyən təşkilatları ilə əlaqə baxımından. Təbii ki, bu belədir. Bugün Azərbaycanda bütün dövlət qurumları və özəl sektor arasında kommunikasiya var və biz bu əlaqələri artıq beynəlxalq səviyyəyə daşımağa planlaşdırır. Şahin müəllim, çox sağ olun. Önəmli bir məsələ idi. Mən əminəm ki, tamaşaçılarımız da diqqətlə izləmiş oldular. Gəldiyiniz üçün və bizim çox sayılı suallarımızı cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm. Çox sağ olun.